Əgər özünü toparlamamısansa, əgər hələ də tövbə etməmisənsə, əgər hələ də səhlənkarlıq damğası üzərindədirsə, yəni gecikmə. Allaha qayıt. Əgər hələ də tənbəllik varsa, əgər hələ də yatırsansa, əgər hələ də Qurani-Kərimə üz tutmamısansa, gec deyil. Tövbə elə və çalış ki, bu ayı gözəl şəkildə keçirməyə. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm bir gün minbərdə ikən 3 dəfə əmin deyir və məşhur hədisdir, hamınız bilirsiniz. Və Peyğəmbər sallallahu aleyhi və səlləmdən bu əminlər barəsində soruşulduğu zaman onların birisində deyir ki, yəni Cəbrail əleyhissalam mənim yanıma gəldi və dedi ki, Ramazan ayı daxil olub və Ramazan ayından çıxıb, Ramazan ayını tamamlayıb, günahları bağışlanmayan kimsənin burnu yerə sürtünsün. Yəni sən ki, belə bir böyük fürsəti dəyərləndirə bilməmsənsə, yəni sənin burnun yerə sürtünsün. Yəni belə bir ay ki, bu ayda artıq cənnət qapıları açıqdır. Yəni belə bir ay ki, bu ayda artıq səni günaha sövq edən şeytanlar bağlıdır. Nəfsinlə baş-başasan. Yəni bu ayda da sənin hansısa günahlara meyilliyin varsa, deməli artıq nəfsindəndir. Və yaxud da ki, çox payı nəfsindəndir. Deməli nəfsini islah eləməlisən. Yəni belə bir ayda, xeyri və bərəkəti bol olan bir ayda, rəhmət bol olan bir ayda, yəni sən bağışlanmadan çıxırsan, yəni burnun yerə sürtünsün. Və Peyğəmbər sallallahu aleyhi və səlləm də ona əmin deyir.